Son günlər mal ətinin, xüsusən erkək dana ətinin qiymətinin bahalaşdığı deyilir. Qiymətlər 1-2 manat arasında artıb. Bəs artım nə ilə izah edilir? Ətraflı sujetdə. Satıcılar deyir ki, qiymətlər son bir həftə 10 gün ərzində bahalaşıb. Əvvəl sümüksüz erkək dana əti 19-20 manata satılırdısa, indi 21-22 manata təklif olunur. Onlar bahalaşmanın səbəbini daha çox danaların azlığı ilə əlaqələndirir. Əsasən elə mal ətinin qiyməti bahalaşıb. Çünki qıtlıqdır, bir də xarici ölkələrdən ət gəlir buzlu şəkildə. Ətlərin sertifikatı varmı? Hə, var. Hazırda var, siz də göstərə bilirsiniz. Var, hə, göstərə bilərəm. Müdürün Hə, müdürün otağındadır. Sümüksüz dana əti 22 manat. Neçə müddət? Onlar bir həftə olar. Bəs bahalaşmanın səbəbi nədir? Vallahi qıtlıq yaranır. Mən təsərrüfat yoxdur. Bir də sertifikat var mı sizdə? Var. Hazırda var. Hə. Göstərə bilirsiniz. Hə. Bugün olan sertifikat. Bəli, günəşli bu gün satılmır da zəifsiz. Alıcılarsa deyir ki, mal əti demək olar ki, qoyun əti ilə eyni qiymətədir. Bu qiymətlər isə onların cibinə uyğun deyil. 21 falan belə bir qiymət olmalıdır. Sonuncu dəfə nə vaxt almışsınız? Sonuncu dəfə bir həftə 10 gün bundan qabaq almışam. 21-ə təmiz ətdir. 18 neçədirsə 18.50 sümüklü ət. Bahat da. Ekspertlər mal ətinin qiymətinin bahalaşmasını bir neçə amillə izah edirlər. Belə ki, ölkədə yayılan dabaq xəstəliyi və mal bazarlarının bağlanması bu sahədə fəaliyyət göstərən, xüsusən də kiçik və orta fermerlərə ciddi problem yaradır. Mal bazarlarının bağlanması və malqara ətinin bazara çıxarılması, məhdudlaşdırılması bazarda təklifi də aşağı salan faktordur və bu adi bazar konjunktura qaydalarına uyğun olaraq bazar qiymətini artıra bilər. Digər bir məqam isə bu dondurulmuş ətlərə tələbatın artması istiqamətində də davranış biz müşahidə edə bilərik. Yerli malqaranın mal bazarlarına çıxarılması, məhdudlaşdırılması əhalinin mağazalarda satılan dondurulmuş idxal ətinə tələbatını da artıra bilər. İqtisadçı Xalid Kərimlinin sözlərinə görə bu cür xəstəliklərin yayılması sahibkarlara ciddi ziyan vurmaqla yanaşı, həm də mal ətinin qiymətlərinin daha da artmasına səbəb olacaq. Ağcəl Əsgərli, Rahib Səfərov, ATV Xəbər.